Hər vaxtınız xeyir olsun əziz dostlar. Bu günləri mən özümün hazırladığım riyaziyyat fənni üzrə blok imtahanı 1-ci qrup üçün ayın 7-sinə, iyunun 7-sinə dəstək olaraq hazırladığım blok sınavının suallarının izahını verəcəm. Eynən imtahan tipindədir və düşsə maksimum bu tipdə, bu çətinlikdə düşə bilər imtahan. Yəni bundan çətin səviyyədə heç vaxt imtahanda suallar düşə bilməz. Ona görə də gəlin vaxt itirmədən sualların izahını verim. Birinci sual. A parametrin hansı qiymətində x kvadratı çıxılsın 2 sinus alfa x üstəgəl kosinus kvadratı alfa çıxılsın 0.5 0 tənliyin köklərin kvadratları cəmi x1-in kvadratı x-in kvadratı 2 şərti ödəyir. Burada alfa 0 pi şərti verilir. Mən ilk növbədə x1-in kvadratı üstəgəl x2-nin kvadratını sadələşdirərəm. Bu bərabərdir. x1 üstəgəl x2-nin kvadratı çıxılsın 2x1 vurulsun x2. Mən bilirəm ki, verilmiş kvadrat tənliyin köklərin cəmi hər zaman əks işarəli ikinci əmsala bərabərdir. Yəni, tənliyimə əsasən bilirəm ki, x1 üstəgəl x2 bərabərdir mənfi 2 sinus alfa. Bu isə bərabərdir 2 sinus alfaya. Tənliyin kökləri hasili isə hər zaman sərbəst həddə bərabərdir. Yəni, kosinus kvadratı alfa çıxılsın 0.5-ə bərabərdir. Aparıb tənlikdə yerinə qoysam, x1 üstəgəl x2-nin yerinə yazacağım. 2 sinus alfanın kvadratı 4 sinus kvadratı alfa çıxılsın 2 vurulsun kosinus kvadratı alfa çıxaq 0.5. Bu da bərabərdir 4 sinus kvadratı alfa çıxılsın 2 sinus kvadrat, daha doğrusu 2 kosinus kvadratı alfa üstəgəl 1. Mən bilirəm ki, əsas çevirmə düsturuna əsasən sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa 1-ə bərabərdir. Buradan kosinus kvadratı alfa 1 çıxaq sinus kvadratı alfadır. Və bunu mən bilməliyəm. Və bunun əsasında kosinus kvadratı alfanın yerinə nə yazacağım? 1 çıxaq sinus kvadratı alfa yazmış olacağım. Bu da bərabərdir 4 sinus kvadratı alfa çıxılsın 2 üstəgəl 2 sinus kvadratı alfa üstəgəl 1 bərabərdir 2. Çünki kvadratların, köklərin kvadratlarının cəmi 2 verir bax mənə. Buradan da əldə edirəm ki, 6 sinus kvadratı alfa bərabər imiş 3-ə. Sinus kvadratı alfa bərabər imiş 2-də 1-ə. Və buradan da görürəm ki, sinus alfa kök 2 bölək 2-yə bərabər imiş. Bu isə alfanın pi bölək 4 qiymətində ödəyir. Yəni, cavab A variantıdır. Keçək ikinci suala. Dəyişən əsaslı loqaritmin bərabərsizliyi həll eləyin. Biz bilirik ki, ixtiyari üstü funksiyada üstü funksiyanın qiyməti heç bir zaman mənfi ədəd verə bilməz. Ona görə də 2 vuraq x üstəgəl 2 0-dan böyük olmalıdır. Yəni, x böyük olmalıdır mənfi 2-dən. Və eyni zamanda 2 vuraq x üstəgəl 2 kiçik bərabər olmalıdır. X üstü 0.5 2-də 1-dir. Yəni, 2 vuraq x üstəgəl 2 kiçik bərabər olmalıdır kök altında x-dan. İndi diqqətlə baxaq, fikirləşək. Əgər mən x-a 0, 1, 2 qiymətlərini verib yoxlasam, tutağın 3 qiymət yoxlayıram. X-a 0 versəm, əmələ gəlir ki, 0 böyük bərabərdir 4. Deməli, 0-dan nə qədər kiçik qiymətlər alsa, bu şərt ödəməyəcək. Yəni, x 0-dan böyük olmalıdır. Daha sonra nədən kiçik olmalıdır? 1 qiyməti versəm, 6 kiçik bərabərdir 1 olur. Bu da düzgün deyil. Deməli, x 0-1 aralığında qiymət almalıdır. X 0-1 və mənfi 2-dən böyük olarsa, əgər ədəd oxu çəksək, ədəd oxunda mənfi 2, 0 və 1. Görəcəyik ki, mənfi 2-dən böyük və 0-1 aralığında. Deməli, kəsişmə nədir? 0-1. Deməli, tənliyin həlli nə imiş? 0-1 imiş. Cavab B variantı. Üçüncü suala baxaq. Funksiyası verildikdə aşağıdakı rasional bərabərsizliyin tam həllərin cəmini tapın.
Deməli yazacağım ki fx funksiyası bərabərdir. Kök altında x çıxaq 3-ün kvadratı çıxılsın modul x çıxaq 5. Buradan bilirəm ki x çıxaq 3-ün kvadratı kökdən modul şəklində çıxır. Modul x çıxaq 3 çıxılsın modul x çıxaq 5. Aparıb fx funksiyasının yerinə yazıram. Modul x çıxaq 3 çıxılsın modul x çıxaq 5 bölünsün. X kvadrat çıx 4 müxtəsər vurma düsturudur. Vuruqları ayıracağım. X çıxaq 2. X üstə gələk 2. Bu sıfırdan böyük bərabər olmalıdır. Bilirəm ki, rasional kəsirli bərabərlikləri həll etmək üçün mütləq şəkildə mən sürət və məxrəci sıfıra bərabərləşdirməliyəm. Modul x çıxaq 3 çıxılsın modul x çıxaq 5-i sıfıra bərabərləşdirməliyəm. Nəticədə modul x çıxaq 3 bərabər olmalıdır modul x çıxaq 5. Moduldan azad olmaq üçün hər tərəfi kvadrata yüksəltməliyəm. Kvadratı yüksəltdiyim zaman x kvadratı çıxaq 6x üstə gəl 9 bərabərdir x kvadratı çıxaq 10x üstə gəl 25. X kvadratlara islah gedir. Və əmələ gəlir ki, 4x bərabərmiş 16-ya, x də bərabərmiş 4-ə. Bir köküm 4-dür. Bir köküm 4 imiş. İndi məxrəci də sıfıra çevirməliyəm. X çıxaq 2 vurulsun x üstə gəl 2-ni də sıfıra çevirməliyəm. Nəticədə burada x-im ala biləcək. Bir dəqiqə bu niyə belə getdi? X-im ala biləcək plus minus 2. Müsbət mənfi 2. Deməli, mən ədəd oxu çəkməliyəm və ədəd oxunda bunu qeyd etməliyəm. Təyinimin kökləri nə oldu? Mənfi 2, mənfi 2, 2 və 4. 4-ü təbii ki alacaq. Çünki sürət 0 ola bilər, məxrəc isə 0 ola bilməz. Yəni mənfi 2 ilə 2 məxrəci 0-a çevirir, bu da düzgün bir şey deyil. 4-dən müsbət qiymətlər verdiyim təqdirdə görəcəm ki, cavab hər zaman müsbət olur. O zaman mənfi, müsbət, mənfi. Məndən 0-dan böyük olan qiymətləri soruşduğundan, baxın, deməli bu təyinin həlli nə olacaq? Mənfi 2, 2 birləşsin 4 müsbət sonsuzluq. Görsəndiyi kimi 4 müsbət sonsuzluq və mənfi 2 qiymətində olan tam ədədlərin cəmi, yəni mənfi 2 ilə 2 aralığında bəli, mənfi 1, 0, 1 var. Lakin 4 müsbət sonsuzluq arasında artıq sonsuzluğa qədər olan tam ədədlər olur axı. Ona görə də deyəcəm ki, tam ədədlərin cəmi sonsuz saydadır. Keçək 4-cü suala. Şəkildə verilmiş ABC üçbucağın daxilinin tərəfi x olan MNPQ kvadratı çəkilmişdir. Bilir ki, kvadratın tərəfləri bir-birinə nədir? Bəli, bərabərdir. Yəni, QP-nin uzunluğu da nədir? X-dir. Təbii ki, bu H1 hündürlükdür də, perpendikulardır. Və kvadratın M və N təpə nöqtələri AC oturacağı üzərində, P təpəsi BC yan tərəfi üzərində, Q təpəsi isə AB yan tərəfi üzərində yerləşir. AC bərabərdir 15 və üçbucağın B təpəsindən endirilmiş BH hündürlüyü 10 sm olduğunu bilərək daxili çəkilmiş kvadratın X tərəfinin uzunluğunu tapın. Deməli, madam BH 10 sm-dır, onda bilirəm ki, bu X-dirsə, baxın, onda kvadratın daxilindəki olan, baxın, bu hissənin uzunluğu da nədir? X-dir. Axı, ümumilikdə BH 10-a bərabərdir. Onda H1 nəyə bərabərdir? Yəni, 10 çıxaq X-ə bərabər olmalıdır ki, BH 10 olsun. İndi isə mən fikir versəm görə bilərəm ki, üçbucaq B, PQ oxşardır. Üçbucaq A, B, C ilə. Deməli, mən bilirəm ki, üçbucaqların hündürlükləri nisbəti, tərəfləri nisbəti bir K-yə bərabərdir. Ona görə də H1 bölünsün böyük H, yəni 10, çünki böyük üçbucağın hündürlüyü 10-a bərabərdir, bərabər olmalıdır PQ bölünsün AC-yə. Mənə H1-in qiymətini 10 çıx X tapdıq. PQ-nin qiyməti X-dir. AC-nin qiyməti isə özü şərtdə verib. AC 15-dir. Bəli. Çarpaz vurduğum zaman 150 çıxaq 15x bərabərdir 10x-a. 25x bərabərdir 150-yə. Və 5-ə getdiyi zaman 5x bərabərdir 30. X bərabər imiş 6-ya. Cavab C variantı.
5-ci sual. Fx bərabərdir kök altında 2x çıx 3 və gx bərabərdir x kvadratka 3x gəl 1 funksiyaları verilmişdir. Mürəkkəb y bərabərdir g fx funksiyası x0 bərabərdir 6 nöqtəsində törəməsinin qiymətini hesablayın. Mən ilk növbədə g fx-in qiymətini tapmalıyam. Y bərabərdir g fx. G fx mənə nəyə bərabərdir? G fx bərabərdir. Yəni g funksiyasının daxilində x-in yerinə 2x çıxaq 3 yazmalıyam. Kök altında 2x çıxaq 3-ün kvadratı üstə gəl. 3 vuraq kök altında 2x çıxaq 3 üstə gəl 1. Bu bərabərdir. 2x çıxaq 3 üstə gəlinsin. 3 vuraq kök altında 2x çıxaq 3 üstə gələk 1. İndi mən bunun törəməsini tapmalıyam. Y-in törəməsi bərabərdir. 2x-in törəməsi 2. Mənfi 3 ilə 1 zaten 0-dır. Üstə gəl. İndi isə mən kök altında 2x çıxaq 3-ün törəməsini tapmalıyam. Bilirəm ki, baxın bunu ayrıca tapaq burada. 3 vuraq 2x çıxaq 3 üstünə 2-də 1. Törəmənin xassəsini bilirəm ki, 2x çıxaq 3-ün törəməsi. Mən ifadə necə olur? İfadə belə olur. Bunun törəməsi bərabərdir. Qüvvət yazılır. Vur 3. Və daxilindəki ifadənin törəməsinə vurulur. Yəni 2-yə vurulur. Və qüvvətdən bir vahid azalma baş verir. Yəni 2x çıxaq 3 üstü mənfi 2-də 1. 2-lər ixtisar gedir. Və əmələ gələcək ifadəni bura yazıram. Üstə gəlinsin. 3 vuraq. Mənfi 2-də 1 o deməkdir ki, 1 bölünüsün kök altında 2x çıxaq 3. Elə deyil? Bəli. İndi mən y törəməsi 6-nı hesablamalıyam. Y törəməsinin 6-nı hesablayacağım. Y törəməsi 6 bərabərdir. 2 üstə gəl 3 bölünsün. Sadəcə x-in yerinə 6 yazıram. Kök altında 12 çıxaq 3 9. Bu da verir 2 üstə gəl 1. Bu da eləyir 3. Cavab B variantı. 6-cı suala baxaq. Fx bərabərdir mənfi x kvadratka bx parabolsunun təpə nöqtəsi 1-ci rübdə yerləşir. Bu parabola ilə absis OX oxunun əhatə etdiyi sahə 36-ya bərabərdir. B əmsalının qiymətini hesablayın. Bir dənə qrafik çəkirəm. Yəni anlaşıqlı şəkildə olsun. Tutağın ki, 1-ci rübdə yerləşən bir dənə qrafik çəkirəm, parabola çəkirəm burada. Bu parabolun əhatə etdiyi sahəni tapmaq üçün mən mütləq şəkildə integralı hesablamalıyam. Mən bilirəm ki, tənliyin kökləri tənliyi sıfıra çevirən qiymətlərdir. İlk növbədə fx bərabərdir 0 tapmalıyam ki, tənliyin kökləri neçədir? Mənfi x-i kvadrat üstə gəl bx bərabərdir 0 tənliyini həll etməliyəm. X-i mötərizi xaricinə çıxardacağım. B çıxaq x bərabərdir 0. Deməli, tənliyin kökləri Tənliyin kökləri x-in 0, b-nin isə x-ə bərabər olduğu qiymətlərdir. Deməli, tənliyin kökü 0 və b-dir. Bu zaman integralın qiymətini hesablamalıyam. Buna görə yazacağım. Sahə 36 bərabərdir. İntegral 0-dan b-yə nə? Tənliyim də nədir? Mənfi x kvadratı üstə gəl bx dx. Bu da bərabərdir. Mənfi x kubu böl 3 üstə gəl bx kvadratı böl 2 b-dən 0-a. Bu da bərabərdir. B-yi yazacağım sadəcə və qiyməti hesablayacağım. Mənfi b kubu böl 3 üstə gəl b kubu böl 2. Bu bərabər nəyə? 36-ya. İndi gəlin b-nin qiymətini tapaq burada. Ortaq məxrəc tapsam 6-da b kubu bərabərdir 36-ya. 36 vur 6 216. B buradan bərabər imiş 6-ya. Cavab B variantı. Kompleks ifadəni cəbri şəkildə yazın. Mən bilirəm ki, ifadəni daha rahat şəkilə gətirmək üçün görürəm ki, sürət və məxrəcdə cüt ədədlər yazılıb. Yəni qüvvət cütdür. O zaman kvadrat üstü nə isə şəklində göstərim ki, i kvadratı ilə 1 islah getsin. Ona görə yazıram ki, z bərabərdir
1 çıxaq i kvadratı üstü 5 bölünsün 1 üstə gəl i kvadratı üstü 3 bərabərdir. 1 üstə gəl i kvadratı çıxaq 2i üstü 5. 1 üstə gəl i kvadratı üstə gəl 2i üstü 3. Bilirəm ki i kvadratı bərabərdir nəyə? I kvadratı mənfi 1-ə bərabərdir. Yəni ifadəni sadələşdirsəm belə bir hala əmələ gələcək. 1 çıx 1 çıx 2 i üstü 5 1 çıx 1 üstə gəl 2i-nin kubu. Birlər islah getdi və əmələ gəlir ki mənfi 2i üstü 5 mənfi 32 i üstü 5 bölünsün 8i-nin kubu. Bu da verir mənfi 4 i kvadrat. I kvadratı mənfi 1 olduğundan mənfi 4 vur mənfi 1 bərabərdir 4. Cavab A variantı. Keçək digər suala. X bərabərdir kök altında 3 üstə gəl kök 5. Çıxılsın kök altında 3 çıx kök 5 olarsa, mürəkkəb kökləri sadələşdirərək x 4 çıxılsın 2x kvadrat üstə gəl 5 ifadəsinin qiymətini tapın. Gəlin ilk növbədə mən burada ifadəni sadələşdirim. Yəni x 4 çıxılsın 2x kvadrat üstə gəl 5-i tam kvadrat ayırmağa çalışım. Mən bunu yaza bilərəm. X 4 çıxılsın 2x kvadrat üstə gəl 1 üstə gəl 4. Bu isə məndə nədir? X kvadratı çıxılsın 1-in kvadratıdır. Elə deyil. Yəni ifadəm alacaq x kvadratı çıx 1-in kvadratı üstə gəl 4. İlk növbədə mən x-in kvadratını hesablamalıyam. X-in kvadratı neçədir? X-in kvadratı bax bunun kvadratıdır. Bu da verəcək 1-cinin kvadratı 3 üstə gəl kök 5 üstə gəl 2-cinin kvadratı çıxılsın 2 kök altında 3 çıx kök 5 vur 3 üstə gəl kök 5. Görsəndiyi kimi bu nədir? Müxtəsər vurma üstürü. 9 çıx 5 verir 4. 5'lər ixtisar getdi. Qaldı 6. Çıxılsın 2 vur 2. Bu da verir 2. Deməli x kvadratı 2 imiş. 2 çıxaq 1. Rin kvadratı üstə gəl 4. Bu da edir 5. Cavab A variantı. Çox sadə bir sualdır. 9. Fx bərabərdir. X kvadratı üstə gəl 3. Bölünsün. X çıx 1 funksiyasının qrafikinə çəkilən toxunanlar arasında bucaq əmsalı ən kiçik olan toxunanın bucaq əmsalı neçədir? Deməli, mən bilirəm ki, f törəmə x0 mənə verir nəyi? K-nı. Elə deyil? Bəli. F törəmə x0 mənə K-nı verir. Gəlin, ifadənin törəməsini tapaq. Fx bərabərdir. X kvadrat üstə gəl 3 böl x çıx 1-in törəməsi u böl v-nin törəməsidir. Yəni, u böl v-nin törəməsinə əsasən yazacağım. Birinci ifadəmin törəməsi 2x vurulsun. Məxrəcdəki ifadə x çıx 1 çıxılsın. Məxrəcdəki ifadənin törəməsi 1 vurulsun. Sürətdəki ifadənin törəməsi, yəni 2x. Yox, bir dəqiqə. Məxrəcdəki ifadənin törəməsi vurulsun. Sürətdəki ifadə x kvadrat üstə gəl 3 bölünsün. Məxrəcdəki ifadənin kvadratı. Sadələşdirdiyim zaman əmələ gələcək. X kvadratı çıxaq 2x üstə gəl 1. Sürətdə isə qalacaq 2x kvadratı çıxaq 2x çıxaq x kvadratı çıxaq 3. Əmələ gələcək. X kvadratı çıxaq 2x çıxaq 3 bölünsün. X kvadratı çıxaq 2x üstə gəl 1. Gəlin sürətdən məxrəcə görə ifadə yaradaq ki, bəzi bölünmə əməlini yerinə yetirə bilək. Yəni bunu yazacağım mən. X kvadratı çıxaq 2x üstə gəl 1 çıx 4 x kvadratı çıx 2x üstə gəl 1. Böldüyüm zaman əmələ gəlir 1 çıxılsın 4 bölünsün 2 4 bölünsün x çıxaq 1-in kvadratı, elə deyil? Bəli. İndi mən bunun ən kiçik qiymətini tapmalıyam. Bilirəm ki, tapdığım ifadənin ən kiçik qiyməti, yəni burada yazım. Bu da bərabərdir nəyə? 1 çıxılsın
4 böl x çıx 1-in kvadratı. Mən bilirəm ki, bu ifadənin minimum qiyməti, yəni 1-dən nəyə çıxanda minimum verər? Maksimum qiyməti. Bunun maksimum qiymətini hesablamalıyam. Bunun kəsrin də maksimum qiyməti üçün məxrəc minimum qiymət almalıdır. Mən də bilirəm ki, ixtiyari kvadratın ən kiçik qiyməti neçədir? 0. Lakin, yəni 0-dır. 1 çıxılsın 4 böl 0 nə verir mənə? Sonsuzluq. Yəni, sonsuzluq da təyin olunmur. Nəticədə mən cavabı Y variantı qeyd edəcəm. Çünki belə çıxır ki, K-nın minimum qiyməti yoxdur. Yəni, aşağıdan məhdud deyil. Cavab Y variantı. Çox maraqlı sualdır. Həndəsi silsilənin ilk n həddinin cəmi Sn bərabərdir 3 vur 2 üstü n çıx 1 tüstürü ilə verilmişdir. Ardıcıllığın limiti üçün tələb olunan ifadənin qiymətini hesablayın. Mən ilk növbədə həndəsi silsilənin cəm tüsturunu bilməliyəm. Sn bərabərdir A1 vurulsun Q üstü n çıx 1 bölünsün Q çıxaq 1. Bu isə məndə bərabər imiş 3 vuraq 2 üstü n çıx 1. Əgər diqqətlə fikir versəm, görə bilərəm ki, elə A1 3 imiş elə. Bəli, A1 elə 3 imiş. Q isə 2-dir. Deməli, Q 2 olub ki, 3 vur 2 üstü n çıx 1 böl 2 çıx 1 şəklində gəlib çıxıb da. Yəni, məxrəc ona görə 1-dir. Deməli, Q2, A1 isə 3-ə bərabərdir. Aha, indi mən A-ın üstəgəl 1 qiymətini tapmalıyam. A-ın üstəgəl 1 necə tapa bilərəm? Mən bilirəm ki, A-n bərabərdir A1 vurulsun Q üstü n çıxaq 1. A-ın üstəgəl 1 nəyə bərabərdir onda belə çıxır? A1 vurulsun Q üstü n. A1 nə qədərdir? 3. Q nə qədərdir? 2. 3 vur Q üstü n. Aparıb yerinə yazıram. Limit n sonsuzluğa yaxınlaşanda A-ın üstəgəl 1-in yerinə yazacağam. 3 vur Q üstü n bölünsün. Sn-in isə yerinə yazacağam. 3 vur Q üstü n çıx 1. 3-lər ixtisar gedir. Hər tərəfi 2 üstü n-ə bölməliyəm sonsuzluq gördüyümə görə. Limit n sonsuzluğa yaxınlaşanda 1 böl 1 çıx 1 böl 2 üstü n. Bu verir 0. Çünki 1 böl sonsuzluq 0 verir. 1 böl 1 verir 1. Cavab B variantı. Çox maraqlı sualdır. Aşağıdakı tənliklər sisteminin müsbət köklərinin hasilini x, y-i tapın. Mən x kvadrat y kvadratını sadələşdirsəm, yaza bilərəm ki, x üstəgəl y-in kvadratı çıxaq 2xy bərabərdir 25. Mən də tənliklər sistemindən x üstəgəl y-i görürəm ki, bərabərdir nəyə? 19 çıxaq xy-ə. Apap yerinə yazsam, olacaq 19 çıxaq xy-in kvadratı çıxaq 2xy bərabərdir 25. Aha. Əgər müxtəsər vurma tüsturu ilə kvadratı açsam, 19-un kvadratı 361 üstəgəl xy-in kvadratı çıxılsın 38xy çıxılsın 2xy bərabərdir 25-ə. Verir mənə xy-in kvadratı çıxılsın 40xy üstəgəl 361 çıxılsın 25 eləyir 336 bərabər imiş 0-a. İndi məndən xy soruşur, elə deyil. Mən xy-in yerinə bir t deyə bilərəmmi? Kvadrat tənlikdən tapım deyə. Bəli, əmələ gəlir t kvadratı çıxaq 40t üstəgəl 336 bərabərdir 0-a. Buradan V teoremini əsasən görürəm ki, tənliyin kökləri 28 və 12-dir. Deməli, xy 28 və 12 qiymətlərini ala bilər. Variantlarda isə yeganə 12-ni verib, cavab ona görə A variantıdır. 12-ci sual. Radiusu R olan kürə daxilinə çəkilmiş ən böyük yan səthə malik silindrin hündürlüyünü təyin edin. Bu bir qədər mürəkkəb sualdır, olduqca mürəkkəb sualdır. Tutaq ki, bir dənə kürə çəkmişəm sfera. Bir dənə silindir.
Bu isə silindirdir. Kürənin daxilində bir silindir çəkmişəm. Əgər kürənin mərkəzi O-dursa, bu zaman bilirəm ki, kürənin mərkəzi silindirin hündürlüyünü 2 hissəyə bölür. H/2, H/2. Elə deyil. Əgər silindirin radiusu R-dirsə, oturacağının radiusu R-dirsə, o zaman, baxın bu O-dan, bu hissəyə diqqət etməyiniz lazımdır. O-dan bilirəm ki, sferanın mərkəzindən ixtiyari nöqtəsinə kimi olan məsafə nədir? R-dir. Yəni öz radiusu R. Bu da 90 dərəcə. Pifaqor teoremindən istifadə eləyərəm. R kvadratı üstəgəl H/2-nin kvadratı bərabərdir nəyə? Bərabərdir böyük R-in kvadratına. Aha. Burada da sadələşdirsəm yaza bilərəm ki, R kvadratı üstəgəl H kvadratı böl 4 bərabərdir böyük R-in kvadratına. Mənə lazımdır ki, ən böyük səthə malik silindirin hündürlüyünü təyin edin. Ən böyük səthə malik olan silindir, ən böyük yan səthə, yəni S yanı tapmalıyam. S yan bilirəm ki, silindirdə nəyə bərabərdir? 2πr/h. Bəli. 2πr/h. Deməli, mən bu R-in yerinə nə yazmalıyım? R-in yerinə yazmalıyım. Bir dəqiqə. Mən bilməliyəm ki, ən böyük səthə, ən böyük yan səthə malik silindirin hündürlüyünü təyin edin. Mən kvadratı yüksəltsəm belə, kvadratı yüksəltməsəm belə, yenə də ən böyük qiyməti H kvadratına təyin edə bilərəm də. Kvadratı yüksəltsəm mənə gələcək 4π kvadratı R kvadratı H kvadratı. R kvadratında mən buradan təyin edə bilərəm də. Bu da bərabərdir. R kvadratı çıxılsın H kvadratı böl 4. Vurulsun 4π kvadratı H kvadratı. İndi ən böyük yan səthə malik olan silindirin ekstrem nöqtəsini tapmalıyam. Yəni, bunun törəməsini sıfıra çevirən qiymət onun ən böyük qiyməti olmalıdır. Bunun törəməsi sıfıra bərabər olmalıdır. Ona görə də mən niyə görə törəmə almalıyam? Məndən soruşulan hündürlük olduğuna görə, hündürlüyə görə törəmə almalıyam. Yəni, R kvadratı, belə deyək, daxilə doğru vursaq, 4π kvadratı H kvadratı R kvadratı çıxılsın 4π kvadratı H üstü 4 böl 4 bərabərdir. Bunun törəməsi sıfıra bərabər olmalıdır. Bunun törəməsini alsam H-a görə əmələ gələcək 8π kvadratı R kvadratı H-a görə törəmə alıram axı. Çıxılsın 4π kvadratı vur 4 H kubu. H-a görə törəmə alıram. Bölünsün 4 bərabər olmalıdır 0-a. 4'lər ixtisar gedir. Bir dəqiqə, zaten burada ixtisar gedirdi. Yəni, problem yoxdur. Daha sonra hər tərəfi 4π kvadratına bölə bilərəm. Əmələ gələcək 2R kvadratı H çıxılsın H kubu. Bu da bərabərmiş 0-a. Deməli, əmələ gəlir ki, H kvadratı, daha doğrusu, bəli, H kvadratı bərabərdir 2R kvadratı. Buradan da H-ın maksimum qiyməti, yəni zaten maksimum qiymətini alıram. Nəyə bərabərmiş? Hər tərəfdən kök alsam, R kök 2-yə bərabərmiş. Deməli, cavab A variantıdır. Gəlin, 13-cü suala baxaq. Bir mağazadakı geyimlərin qiyməti əvvəlcə 20% artırıldı. Mağazadakı geyimlərin qiymətinə əvvəlcə X olub. X-in üstünə X-in %20'sini gəlirəm. 5. O da edir 5'te 6X. Oldu. Əvvəl bu idi. Əvvəl X idi. İndi oldu 6X böl 5. Daha sonrası yeni qiymət üzərindən 15% endirim edildi. Yəni bundan çıxacam 6X böl 5'in %15'ini. Bu ixtisar gedəcək 3. Bunu vuraram 20'yə. Olacaq %120x çıx 18x. 120x çıx 18x o da edir 102x. Elə deyil? Aha. İlkin qiymətlə müqayisədə geyimlərin son qiyməti necə dəyişdi?
Deməli, ilkin qiymət x idi. X-in üstünə mən x-in yüzdə alfasını gələndə verir qiymət neçə? 102x böl 100. Hər tərəfi x-ə bölə bilərəm. 1 üstə gəl alfa böl 100 bərabərdir 102 böl 100. Əmələ gəlir ki, alfa böl 100 bərabərdir. 1-i sağ tərəfə keçirsəm, əmələ gəlir %2. Alfa bərabərdir 2%. Deməli, 2% artdı. Trigonometrik tənliyi mənfi pi parçasına daxil olan fərqli köklərin sayını tapın. Hasil sıfıra bərabərdirsə, hər biri sıfıra bərabər olmalıdır. Ona görə birinci hala baxıram. Birinci hal. Kök altında kosinus 2x bərabərdir sıfıra. Kosinus 2x bərabərdir sıfıra olmalıdır. Kvadratı yüksəldirəm. Nəticədə 2x, yəni ifadə nə zaman sıfır alır? Pi bölü 2 üstə gəl pi kallarda. Elə deyil. Hər tərəfi 2-yə bölsəm, yəni məntiqlə fikirləşək də, kosinus neçədə alır sıfırı? 90-da. Daha sonra neçədə alır sıfırı? 180 gəlirəm üstünə. 270-də. Daha sonra bir dənə də 180 gəlirəm üstünə. Eləyir 450-də. Deməli, hər dəfəsində 180 dərəcə artıranda bu sıfır alır. X bərabərdir pi böl 4. Üstə gəlsin pi k böl 2. Deməli, buradan kökləri tapmaq üçün k-ya neçə verməliyəm? K-ya ən kiçik qiymət mənfi 2-ni yoxlayacağam. Mənfi 1-i, 0-ı, 1-i 2 artıq verə bilmərəm. 2 verdiyim zaman 4-də 5 pi olur. O da 1 tam neçəsə verir. O da düzgün deyil. Çünki məndə maksimum pi-ni soruşur. K-nın mənfi 2, mənfi 1, 0 qiymətlərində x alacaq neçə? X alacaq. Mənfi 2 qoysam. 4-də mənfi 3 pi. Mənfi 1 qoysam. Mənfi pi böl 4. 0 qoysam pi böl 4. 1 qoysam 3 pi böl 4. Bəli. X bu qiymətlər alır. İndi isə gəlin. Bunu gəlin sağ tərəfə keçirdim. Daha rahat aydın şəkildə olsun deyə. İndi isə gəlin ikinci halını verim izahını. Yəni sinus x-in sıfıra bərabər olduğu qiymət. Sinus x bərabərsə 0. X-in elə qiymətlərini yoxlamalıyam ki, kosinus kök altında bu ifadə sıfırdan kiçik olmasın. Yəni, müsbət qiymətlər almalıdır. Yəni, kosinus 2x-in sıfırdan böyük bərabər olduğu hallara baxmalıyam eyni zamanda. Gəlin, yoxlayaq. Sinus x sıfırı neçədə alır? Yəni, mənfi bir pi parçasında alır o yeganə olaraq. Neçədə? Mənfi pi 0 bir də pi-də alır. Elə deyil? Bəli. Mənfi pi 0 pi-də alır sıfırları. İndi baxaq. Kosinus mənfi 2 pi sıfırdan böyükdürmü? Yəni kosinus mənfi 360 dərəcə sıfırdan böyükdürmü? Bəli. Kosinus mənfi 360 dərəcə sıfırdan böyükdür. Çünki elə kosinus elə mənfi 360 dərəcədə alır. Deməli, mənfi 1. Daha doğrusu kosinus mənfi 360 dərəcə, kosinus cüt funksiya olduğunu mənfi 360 dərəcə alır. 1. 1 də sıfırdan böyükdür. İndi yoxlamalıyım kosinus 0-ı. Kosinus 0-da alır elə 0. Bəli, həqiqətən də 0-dan böyük bərabərdir. Ödəyir. Kosinus pi-yə baxacam. Kosinus 180. Kosinus 2 pi-yə baxacam. Kosinus 360 dərəcədə neçə alır? Kosinus 360 dərəcədə alır 1. Həqiqətən də ödəyir. Çünki mənfi 2 pi. Yəni kosinus cüt funksiyadır. Mənfi müsbət dəxli yoxdur. Yəni də müsbət çıxacaq cavab. Ona görə də bu 0-dan böyük bərabərdir. Həqiqətən də ödəyir. Deməli, mənfi pi 0 pi bir kök. Mənfi 3 pi böl 4 3 pi böl 4. Mənfi pi böl 4 pi böl 4-də bir kök. 3, 4, 7 dənə fərqli kök var imiş. Üzərində 1-dən 9-a qədər rəqəm yazılmış 9 kartdan ardıcıl və geri qaytarılmadan 3 kart təsadüfi çəkilir. Kartların çıxma sırasına görə kəskin artan ardıcıllıq əmələ gətirməsi ehtimalını tapın. Əgər mən bir qutudur, oradan kart götürürəm və kartı geri qaytarıram. Dəxli yoxdur. Mənə demir ki,
kartı götürdüyüm yerdən eyni yerə qaytarmalıyam. Sadəcə deyir ki, geri qaytarıram. Onda belə çıxır ki, mənə lazım deyil ki, kart birinci olsun, ikinci olsun, üçüncü olsun. Ona görə də mən permutasiya anlayışından istifadə edəcəm. Ümumi halların sayı permutasiya 9-dan 3-dür. Çünki 9-dan 3 dənə kart götürürəm və dəxli yoxdur hara qoyuram. Əsas odur ki, kartı geri qaytarıram. Bu da verir mənə 9 faktorial, 6 faktorial. Bu da bərabərdir 7, 8, 9. Aha. Və əlverişli halları hesablamalıyam. Və mənə deyir ki, kartın çıxma sırasına görə kəskin artan ardıcılıq əmələ gətirməsini tapın. Zaten mən kartı götürdüm və geri qaytardım 1-dən 9-a kimi. Kəskin artma əmələ gətirməsi nədir? 1, 9 kartın içindən bir nizama görə götürülən 3 kartın təsadüfi şəkildə seçilməsidir. Ona görə burada artıq mən kartı götürdümsə, geri qaytaranda mütləq elə yerə qoymalıyam ki, kəskin artma əmələ gətirsin. Ona görə kombinzon 9-dan 3 anlayışından istifadə edim. Kombinzon xassəsi nədir? Kombinzonda elədir ki, mütləq şəkildə sən götürdüyünü eynən elə sıraya düzməlisən ki, o müəyyən bir qanun uyğunluq yaratsın. Ona görə də 9 faktorial, 3 faktorial, 6 faktorial. Bu da verir 7 vur, 8 vur, 9 böl 3 faktorial. Və yazacağım ki, P ehtimal bərabərdir. P əlverişli, bir dəqiqə, P ümumi, P əlverişli. Ümumi halım nə qədərdir? 7 vur, 8 vur, 9. Əlverişi nə qədərdir? 7 vur, 8 vur, 9 böl 6. 7 vur, 8, 9'lar gedir. Qalır 6'da 1. Deməli, cavab A variantıdır. Keçək 16-cı suala. 4 üstü x çıxılsın 3 vur. 2 üstü x də gəl 1 çıx 16. Bərabərdir 0 təninin həqiqi köklərin hasilini tapın. 4 üstü x mən 2 üstü 2x çıxılsın 3 vuraq. 2 üstü x də gəl 1'i. Yəni A üstü M üstə gəl N'nin xassəsinə görə A üstü M vur A üstü N kimi yaza bilərəmmi? Bəli. 2 üstü x vur 2 çıx 16 bərabərdir 0. Yəni 2 üstü x'in kvadratı çıxılsın 6 vur 2 üstü x çıx 16 bərabərdir 0. Deməli mən burada 2 üstü x'in yerinə bir t yaza bilərəm. T əvəzləməsi apara bilərəm. Əmələ gəlir t kvadratı çıxılsın 6t çıxılsın 16 bərabərmiş nəyə? 0. Bu tənliyin kökləri neçədir? Bu tənliyin kökləri həqiqi köklərin hasilini tapın. Bu tənliyin kökləri bizdə neçə eləyir? Mənfi 2 ilə 8 elə deyil. T1 bərabərdir mənfi 2, T2 də bərabərdir 8. Aha. Deməli, bilirəm ki 2 üstü x mənfi 2 və 8 qiymətlərini hesablamalıyam. Mənfi 2 ola bilməz heç vaxt üstü funksiya. Yeganə 2 üstü x'in 8 qiymətinə baxıram. Bu da eləyir 3. Tənliyin həqiqi köklərin hasilini tapın. Cavab A variantı. Əslində qalarsa Y variantı da ola bilər. Sadəcə Y variantında mexaniki çaşdırmaq üçün bir hissə verilib. Tək kökü var. Bu doğrudur. Tənliyin tək kökü var. 3'dür. Yazıb ki, hasil təyin edilmir. Lakin hasil təyin edilir. Çünki bu həqqi ədədlərdə tapılır tənliyin kökləri. Ona görə cavab 3'dür. İrasional tənliyin həqqi köklərin cəmini tapın. Aha. İlk növbədə bir x'ları sol tərəfə keçirdim. X kvadratı çıxılsın 3x üstə gəl 5. Çıxılsın x, daha doğrusu üstə gəl x kvadratı çıx 3x. Çıx 7 bərabərdir 0. Gəlin x kvadratı çıxaq 3x-a bir t deyək. Və əmələ gəlir kök altında t üstə gəl 5. Üstə gəl t çıx 7 bərabərdir 0. T çıx 7-ni sağ tərəfə keçirsəm, əmələ gəlir kök altında t üstə gəl 5 bərabərdir 7 çıxaq t. Kökdən azad etmək üçün hər tərəfə kvadratı yüksəltməliyəm. Və təbii ki, t burada mənfi 5-dən fərqli olmalıdır. Çünki kök heç vaxt mənfi qiymət ala bilməz.
T -5-dən fərqli olmalıdır. Kvadratı yüksəldirəm. T üstə gəl 5 bərabərdir 49 çıxılsın 14 T üstə gəl T kvadrat. Sağ tərəfə keçirsəm, əvvələ gəlir T kvadratı çıxılsın 15 T üstə gəl 44 bərabərdir 0. Deməli, bu tənliyin kökləri neçədir? 11, bir də 4-dür. Elə deyil. 11 ilə 4-dür. Deməli, T bərabərdir 11, bir də 4 qiymət ala bilər. T-də nəyə demişəm? X kvadratı çıxılsın 3x-a. Aha, deməli, bir qədər uzun gedir. X kvadratı çıxılsın 3x. Bir dəfə 4-ə bərabər olacaq. Bir dəfə də 11-ə. X kvadrat çıx 3x birinci 4-ə bərabərləşdirək. X kvadrat çıx 3x çıx 4 bərabərdir 0. X kvadrat çıx 3x çıxaq 11 bərabərdir 0. Mənə şərtdə deyir ki, tənliyin kökləri cəmini tapın. Tənliyin kökləri cəmini tapın. Deməli, birinci tənlikdə tənliyin kökləri cəmi neçədir? 3. İkinci tənlikdə tənliyin kökləri cəmi neçədir? 3. Yəni, x1 üstəgəl x2 soruşur da məndən də. Burada da 3. 3 üstəgəl 3, 6. Cavab C variantı. Fx bərabər loqaritmə 2 əsasına x kvadrat çıx 4x üstəgəl 8 funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik qiyməti tapın. Fx bərabərdir. Fx minimumu tapmaq tələb olunur da məndən, elə deyilmi? Deməli, loqaritma 2 əsasdan x kvadrat çıx 4x üstəgəl 8-dən tam kvadrat ayıraram. Yəni, x kvadrat çıx 4x üstəgəl 4 üstəgəl 4 şəklində yazaram. Bu da bərabərdir loqaritma 2 əsasdan x çıxaq 2-nin kvadratı üstəgəl 4. Və mən də bilməliyəm ki, ən kiçik qiyməti tapmaq üçün tutağın ki, bu ən kiçik qiymətdir də. Və yazaram 2 üstü fx minimum bərabərdir x çıxaq 2-nin kvadratı üstəgəl 4. Əgər mən bu ifadənin minimum qiymətini tapmaq istəyirəmsə, sağ tərəfin də minimum qiymətini tapmalıyam da, elə deyil. Kvadratın minimum qiyməti nədir? 0. Deməli, cavab oldu 4. Deməli, 2 üstü fx minimum bərabər imiş 4-ə. Deməli, fx minimum nəyə bərabər imiş? 2-yə. Cavab B variantı. Çox maraqlı sualdır. Keçək 19-cu suala. Düzgün altıbucağın böyük diaqonalı 4,3 santim olarsa, onun ümumi sahəsini hesablayın. Bir dənə düzgün altıbucaqlı çəkək. Bir dəqiqə səhv getdi. Düzgün altıbucaqlı çəkək. Düzgün altıbucağlının xassəsinə görə böyük diaqonalı 4,3 santim olarsa. Böyük diaqonal neçədir? 4,3. Yəni bu böyük diaqonal budur da. Bu böyük diaqonal. 4,3'dür. Bu 4,3'dür. Mənə deyir ki, onun ümumi sahəsini hesablayın. Biz bilirik ki, əgər bir altıbucaqlının bir bu tərəfi A-dırsa, onun böyük diaqonalı hər zaman onun tərəfinin 2 misli olur. Deməli, tərəf neçə imiş? 2,3 imiş. Elə deyil. Deməli, belə çıxır ki, tərəfi 2,3, 2,3 imiş. Və mən altıbucaqlının sahəsini hesablamaq üçün onun elə trapesiyanın birini hesablayayım, onu elə 2-yə vuraram. Elə deyil, ixtiyarım var ki, 2-yə vurum. Ona görə gəlin trapesiyanın sahəsini hesablayaq. S trapesiya bərabərdir. Alt oturacaq, üstə gəl 3 oturacaq. 4,3 üstə gəl 2,3 böl 2 vur h hündürlük. Gəlin indi buradan hündürlüyü də tapaq. Buradan da hündürlüyü çəkəcəm. Və hündürlüyü necə tapacağıq? Bilirik ki, bucaq 120 dərəcədir. 120 isə tənbələn rolunu olur. 60-60. Bu da 30 dərəcə. 30 dərəcə bucaq qarşısında dayanan katet hipotenuzun yarısıdır. Yəni köküçdür. 60 dərəcəli bucaq qarşısında dayanan katet digər katetin köküç mislidir. Yəni köküç vur köküç edir 3. Deməli, hündürlüyüm də 3 imiş. Bu da bərabərdir 6 köküç böl 2 vur 3. Bu da edir 9 köküç.
Deməli, mən trapesiyanın sahəsini tapdım nə qədər? 9 kök 3. Məndən amma ümumi 6 bucaqlının sahəsini istəyir. Deməli, bu S1 üstə gəl S2 ümumi elə 6 bucaqlının sahəsini verir də. Elə alt trapesiyanın da sahəsi 9 kök 3-dür. Deməli, S 6 bucaqlı bərabərdir. 9 kök 3 üstə gəl 9 kök 3. Bu da bərabərdir 18 kök 3. Yəni A variantı. 20-ci sualda deyir ki, A nöqtəsindən verilmiş müstəviyə uzunluğu 13 və 15 santim olan iki mail çəkilmişdir. Bu maillərin müstəvi üzərindəki proyeksiyaların nisbəti 5/9 kimidir. A nöqtəsindən müstəviyə qədər ən qısa məsafəni hesablayın. Tutaq ki, bu bir dənə A nöqtəsidir. Bu bizdə bir dənə müstəvidir. Deyir, A nöqtəsindən deyir müstəviyə uzunluqları 13-15 santim olan maillər çəkilmişdir. Yəni bu 13 santimdir. Bu da 15 santimdir. Elə deyil? Bəli. Bizə deyir ki, bu maillərin müstəvi üzərindəki proyeksiyaların nisbəti 5/9-dur. Yəni buradan bura bir dənə hündürlük çəkəcəyik. H. Elə deyil? Və maillərin proyeksiyalar nisbəti sorulmuş. Bu niyə belə oldu ki? Maillərin proyeksiyaları necədir? 5/9 nisbətindədir. Yəni 9K 5K nisbətindədir. Bizə deyir ki, A nöqtəsindən müstəviyə qədər olan ən qısa məsafəni hesablayın. Yəni məndən soruşulan nədir? Baxın, bu H-dır. Ən qısa məsafə bu H-dır. Mən bilirəm ki, bu düzbucaqlı üçbucağın da hündürlüyü eynidir. Bu H-dır. Daha doğrusu katidi H-dır. Bu düzbucaqlı üçbucağın da katidi elə H-dır da. Ona görə də hər birindən H kvadratını təyin etsəm, H kvadratı bərabərdir 225 çıx 81K kvadratı. Eyni zamanda H kvadratı bərabərdir 169 çıxılsın 25K kvadrat. Bunlar bir-birinə bərabərdir. Əmələ gəlir ki, 56K kvadratı bərabər imiş 196-ya. Elə deyil? Yoxsa səhv getdi. 56K kvadratı bərabərdir 100 yox 196 yox deyil. İstafla çaşdıq. Neçəyə bərabərdir? 144-ə. 144-ə bərabər imiş. Deməli K kvadratı bərabər imiş. Niyə belə oldu ki, bəs? Dəqiq anlamadım. 5/9 deyil. 225 çıx 81 kvadratı 169 çıx 25K kvadratı bərabərləşdirdim. Əmələ gəldi 144. Bir dəqiqə, bu da çaşdım mən. Gördüm səhvimi. Çıxanda səhv çıxmışam. Elə bil ki, 225 çıx 169 bərabər olmalıdır 56K kvadratına. Bu da elə bərabərdir nəyə? 56-ya. Deməli, K kvadratı bərabərdir 1. Buradan K çıxır neçə? Plus minus 1. Bilirik ki, tərəf mənfi olmadığından K bərabərdir 1 qiymətini götürəcəyik. K 1 olduğundan bu tərəf 5, bu tərəf isə 9-dur. Deməli, 13-dən 5-in kvadratını çıxacam. 169 çıx 25, 144 o da edir 12 cavab B variantı. Düzgün dördbucaqlı piramidanın yan tili oturacaq müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirir. Piramidanın həcmi 36 kub santimetr olarsa hündürlüyünü tapın. Deməli, belə bir piramida soruşulur məndən. Bir piramida soruşulur. Mənə deyir ki, piramidanın yan tili oturacaq müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirir.
Yəni burada çox uşaq çaşır. Yəni bu h-dır və oturacaq müstəvisi bilir ki, bu da 90 dərəcədir. Oturacaq müstəvisi ilə 45 dərəcə yaradır. Oturacaq müstəvisi ilə 45 dərəcə yaradır. Yəni bu da 45 dərəcədə əslində qalarsa, bu da 45 dərəcədə. Dəxli yoxdur. Prosta oturacaq müstəvi. Yəni iki tərəfli işləyə bilərik də. Çünki məndən hündürlüyü soruşuraq. Hündürlüyü ilə ən rahat bu şəkildə götürə bilərik də. Bu da 45 dərəcədir. Bu h-dır. Bu h kök 2-dir. Mənə deyir ki, piramidanın həcmi 36 kub santim olarsa hündürlüyünü tapın. Deməli, bura diqqətlə baxsaq, bu diaqonaldır da, elə deyək, diaqonalın yarısıdır da bu kvadratın. Mən bilirəm ki, 45 dərəcə olduğundan diaqonalın yarısı elə h-ı verir də mənə. Yəni diaqonal ilə bərabərmiş 2h-a. Mən də bilirəm ki, kvadratın sahəsi bərabər nəyə? Diaqonalın kvadratının yarısına. Bu düsturu bilirik də. 4h kvadratı bölü 2 bərabərdir 2h kvadratı. Həcm də bərabərdir 36 bərabərdir 3də 1. S oturacaq. Yəni 2h kvadratı vur h. Deməli, əmələ gəlir ki, 18 h kubu bərabərdir 54-ə. H da bərabərdir 3 kök altında 3-cü dərəcədən 2. Yəni cavab A variantıdır. Keçək 22-ci suala. Tangens alfa üstəgəl kotangens alfa 3 olarsa, trigonometrik çevirmə apararaq sinüsü 4 alfa üstəgəl kosinüsü 4 alfa ifadəsinin qiymətini tapın. Tangens alfanın yerinə sinus alfa bölü kosinus alfa yaza bilərəmmi? Kotangens alfanın da yerinə kosinus alfa bölü sinus alfa bərabərdir 3 yaza bilərəmmi? Ortaq məxrəc tapsam, əmələ gəlir ki, sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabərdir 3 sinus alfa kosinus alfa. Nəticədə sinus kvadratı üstəgəl alfa üstəgəl kosinus kvadratı alfa niyə bərabərdir? 1-ə. Bu bərabərdir 1-ə. Bu bərabərdir 1-ə. Deməli, sinus alfa, buradan əmələ gəlir ki, sinus alfa, kosinus alfa bərabərmiş 3də 1-ə. Mən də deyir ki, sinuslu 4 alfa, kosinuslu 4 alfa ifadəsinin qiymətini tapın. Sinuslu 4 alfa, kosinuslu 4 alfa bərabərdir. Sinus kvadratı alfa, kosinus kvadratı alfanın kvadratı çıxılsın 2 sinus alfa, kosinus alfanın kvadratı. Zaten bunun qiyməti 1-dir. Sinus alfa, kosinus alfa da 3də 1-dir. Deməli, bu ifadə bərabərdir 1 çıxılsın 2 bölü 3. Bu da edir 3də 1. Cavab niyə çıxmadı bəs? Cavab 3də 1. Görmürəm cavabı. Cavab D variantı. Cavab 3də 1-dir. Tərəfləri AB 13, BC 14, AC 15 olan üçbucağın B təpəsindən qarşı tərəfə çəkilmiş hündürlüyün uzunluğunu tapın. Bir dənə üçbucaq çəkirəm. Və tərəfləri olub A, B, C. Deyir ki, AB 13-dür, BC 14-dür, AC isə 15-dir. B təpəsindən qarşı tərəfə çəkilmiş hündürlüyün uzunluğunu tapın. B-dən qarşı tərəfə bir dənə hündürlük çəkirəm. Bu H soruşulur. Tutalım, buradan bura məsafə A, buradan bura isə 15 çıxaq A-dır məsafə. Mən bilirəm ki, hündürlük elə eynidir. Yəni, Pifagor teoremi tətbiq etsəm bu üçbucaq və bu üçbucaq üçün H-ları bir-birinə bərabərləşdirəcəm. Yəni, 169 çıxılsın A kvadrat bərabər H kvadratı deyil. Bu H kvadratı da eyni zamanda 196 çıxılsın 15 çıxaq A-nın kvadratına bərabərdir. Elə deyil. Neyi? Kvadrat. Əmələ gəlir 169 çıx A kvadratı bərabərdir. 196 çıx 225 üstə gəl 30 A çıx A kvadratı. A kvadratlar islah getdi. 33 üstə gəl 225 mənfi 33 üstə gəl 225 292 edir. Əmələ gəlir ki, 192 bərabərdir 30 A-ya və
3 daha doğrusu A da bərabərdir nəyə? 192-ni 3-ə böləndə 6 dəfə 64, 6 tam onda 4-ə. Məndən nəyə soruşur? Çəkilmiş hündürün uzunluğunu tapmağımı istəyir. H da bərabərdir 169 çıxılsın 64-ün kvadratı böl 100. Bu da edir 169, 2 dənə 0, çıx 64-ün kvadratı böl 100. Əslən qalsa bu 130-un kvadratıdır, elə deyil. Bunu da daha rahat hesablamaq olar. 130-un kvadratı çıx 64-ün kvadratı böl 100. Bu da bərabərdir. 130 çıx 64 edir məndə 2-dir. 6 2 6 66 66 eləyir. Vurulsun 130 da gəl 64, o dedir 194. Deməli 194-ü vuracam 66-ya, yəni sadə hesablamaq üçün 1284 1284-ü də 1284 böl 100, bu da deyəcək 12 tam %84. Deməli hündürlüyün də qiymətini tapdıq. Keçək 24-cü sual. Aşağıdakı mürəkkəb müəyyən inteqralın qiymətini hesablayın. Deməli inteqrala görə yazacağam. İntegral 0-dan pi böl 2-yə sinus kubu x kosinus kubu x üstəgəl sinus kubu x dx. Bu bir fx-dir. Mən bilirəm ki, inteqralın xüsusiyyətinə görə, daha doğrusu bu bir fx-dir, bəli. Yox da bir dənə t deyirəm bunu. Bu qiyməti bir t-dir. Mən inteqralın xüsusiyyətinə görə bunu əzbər bilməliyim ki, integral 0-dan pi-dən 2-yə f a bərabərdir. Elə integral 0-dan pi böl 2-yə f pi böl 2 çıxılsın a-ya. Təbii ki, d-dan gedir söhbət. D-dan gedir söhbət. Bu xüsusiyyəti mən əzbər bilməliyəm. Bilməsəm bunu tətbiq eləyə bilməyəcəm. Yazacağım ki, integral 0-dan pi böl 2-yə sinus kubu x kosinus kubu x sinus kubu x dx. Elə sən demə bərabər imiş integral 0-dan pi böl 2-yə sadəcə sinus kubu x pi böl 2 çıx x. Bilirəm ki, sinus 90-dan kiçik qiymət, yəni 90 üstə gəl çıx qiymət alanda kosinusdan əvəz olunacaq. Yəni kosinus kubu x bölünsün. Kosinus kubu x elə sinus kubu x-i verir. Sinus kubu x-a kosinus kubu x. Yəni məxrəc elə dəyişmir. Sinus kubu x üstə gəl kosinus kubu x qiymətini verir. dx. Deməli, mən iki qiymətə görə toplasam, yəni t üstə gəl t yazsam, bu bərabərdir. İntegral, yəni bu ifadə üstə gəl bu ifadə integral daxilində. İntegral pi böl 2 0-dan sinus kubu x üstə gəl kosinus kubu x bölünsün sinus kubu x üstə gəl kosinus kubu x. Bu edir 1 dx. Bu edir integral 0-dan pi böl 2-yə 1. 2t bərabərdir x pi böl 2-dən 0-dan pi böl 2-yə. Bu da bərabərdir elə pi böl 2-yə. Deməli t bərabər imiş pi böl 4. Deməli cavabımız nə imiş? Cavabımız pi bölək 4 imiş. Bəli. Daha sonra 25. Ağırlaşdırılmış trigonometrik limiti hesablayın. Limitdə x-in yerinə 0 görürəm ki, 1 böl 0 mənə sonsuzluğu verir. Bu isə düzgün bir şey deyil. Yəni 0 böl sonsuzluğa mənə gəlir. Yəni bu da təyin olunmur da. Və mən əslində qalırsa sürəti sadələşdirə bilərəm. Sürəti necə sadələşdirə bilərik? Amma sürəti sadələşdirsəm fikir versə x-la x axı düz gəlmir. Biri funksiya daxilində x-dir, biri isə məxrəcdə x-dir. Məcbur qalıram ən sadə yolum olan Lapdal qanunundan istifadə etməyə. Yəni
Sürətin törəməsini alacağım. Bölünsün x kvadratının törəməsi. Bu da bərabərdir. Bu x niyə yazdım buranı? Törəməsi. Əmələ gəlir birincinin törəməsi edir. Yəni A çıx B-nin törəməsi niyə bərabərdir? A-nın törəməsi vur B, yəni 0 çıxılsın B-nin törəməsi. Bir dəqiqə durun. A çıx B-nin törəməsi nə eləyir? Eləyir məndə mənfi kosinus x, kosinus 2x-in ümumi törəməsi. Bölünsün neçə? 2x. Yuxarıdakı ifadənin törəməsini alsam, U vur V-nin törəməsi niyə bərabərdir? U-nun törəməsi vur V, üstə gəlsin V-nin törəməsi vur U. U-nun törəməsi kosinus x-in törəməsi edir mənfi. Müsbət daha doğrusu sinus x kosinus 2x çıxılsın, üstə gəlsin 2 kosinus x sinus 2x bölünsün 2x. Fikir verirsinizsə, bu kosinus 2x-dir. Fikir verirsinizsə, məxrəcdə yenə də 0 qalır. Yenə də böləndə sonsuzluq verir mənə. Ona görə də mən məcbur qalıram sürətdən və məxrəcdən yenidən törəmə alım. Törəmə aldığım təqdirdə əmələ gəlir ki, sinus x kosinus 2x üstə gəl 2 kosinus x sinus 2x-in törəməsi. Bunun törəməsi bərabərdir. U üstə gəl V-nin törəməsi, U-nun törəməsi və V-nin törəməsidirsə, birinci bunun törəməsini tapıram. U-nun törəməsi vur V, yəni kosinus x vur kosinus 2x üstə gəl. V-nin törəməsi vur U. Yəni kosinus 2x-in törəməsi 2 kosinus, daha doğrusu 2 sinus 2x vur sinus x. Üstə gəl. İndi bunun törəməsini almalıyım. Bu ifadənin törəməsini almalıyım. U-nun törəməsi vur V. Yəni 2 kosinusun törəməsi mənfi verir. 2 kosinus, daha doğrusu 2 sinus x vur sinus 2x. Üstə gəl 2 kosinus x, daha doğrusu 4 kosinus x kosinus 2x. Bunu toplasam verir mənə 5 kosinus x kosinus 2x çıxılsın 4 sinus 2x sinus x. İndi isə bizdə məxrəcdə nə qaldı? 2x-in törəməsi də 2-dir də. Yəni bölünsün. Buradan gəlmir ha, yəni. Buradan da əmələ gəlir ki, yəni belə yazıq. Limit fx limit x sonsuzluğa yaxınlaşanda fx bərabər olur. Sonsuzluğu yox, sıfırda. Sonsuzluğa yaxınlaşanda fx bərabər olur. Kosinus x 0. Kosinus 0 və kosinus 0 1 aldığından 5 çıx 0 böl 2. Bu da edir 2,5. Keçək 26. Vektorlar eyni istiqamətli vektorlar olarsa, yəni kolinear vektorlar olarsa, x dəyişənini tapın. Bilirik ki, kolinearın xüsusiyyəti odur ki, nisbətlər bir-birinə bərabər. Yəni x-ların nisbəti y-ların nisbətinə bərabərdir. Çarpaz vursam, x kvadrat üstə gəl 2x çıx x çıx 2 bərabərdir 12. X kvadratı çıx x çıx
14 bərabərdir 0. Bu da dəqiq düz hesabadır. Çıx x çıx 2 bərabərdir 12. Bəli. X kart üstə gəl x çıx 14 bərabərdir 0. Buradan da diskriminant bərabərdir b-nin kvadratı 1 üstə gəl 56 bölü 2 57 bölü 2 nəticədə x1 x2 bərabərdir mənfi 1 üstə gəl çıx kök altında 57 böl 2. Və 2. Funksiyaların x0 bizdən burada x dəyişənini tapın soruşur. X dəyişəni isə biz burada mənfini də tapdıq axı. Mənfi götürülməyəcək. Çünki eyni istiqamətdə kolinor vektorlardır. Ona görə x bərabərdir elə mənfi 1 üstə gəl kök altında 57 böl 2 böl 2 qiymətini götürəcəyik. Keçək 27. Funksiyaların x0 bərabər 1 nöqtəsində törəmələrin qiymətinə uyğunluğu müəyyən. X elən x-in törəməsi nədir? U vur v-in törəməsinə görə x-in törəməsi 1 elən x üstə gəlinsin. Elən x-in törəməsi 1 böl x vur x. Bu getdi qaldı 1. Elən x 1 yazacaqsan əmələ gələcək. Elən 1 üstə gəl 1. Bu elir 0. 0 üstə gəl 1 edir 1. Deməli bu gedəcək nəyə? 1-ə. 1-ə qarşısına yazacağım A variantı. Sonra fx bərabərdir x üstə gəl 1 böl x qiymətini hesaplamalıyam. Bunu hissə bölsəm, baxın bunu burada yazaram. Hissə bölürəm sürəti məxrəcə. X böl x üstə gəl 1 böl x. Bu da bərabərdir 1 üstə gəl 1 böl x edir. Daha sonra isə mən bunun törəməsini tapmalıyam. Bunun törəməsi isə bərabərdir elən x-a. Yəni x-in də yerinə 1 yazsam elən 1 bərabərdir 0-a. Deməli cavab D variantıdır. Sonra üçüncüyə baxsam bunun törəməsini tapmağa çalışıram. Y üstü x çıx 1-in törəməsi nədir məndə? X çıx 1-in törəməsi vur y üstü x çıx 1. X çıx 1-in törəməsi elir 1. Y üstü x çıx 1 üstə gəl 2x-in törəməsi də 2. X-in yerinə yazacağım 1. Edəcək y üstü 0 üstə gəl 1. Daha doğrusu 2. O da edir 3. Cavab C variantı. Deməli A, D, C variantı. Ətraflı yazı tələb edən tapşırıqlara gəlib çatdıq. Gəlin baxaq. Deyir ki, radiusu R bərabərdir 6 santim olan kürə daxilinə hündürlüyü h olan düzgün dördbucaqlı piramida çəkilmişdir. Piramidanın təpə nöqtəsi və oturacağının bütün təpələri kürə səthi sfera üzərində yerləşir. Piramidanın həcminin maksimum qiyməti alması üçün onun h hündürlüyünün neçə santimetr olmalı və olduğu funksiyanın ekstrem nöqtəsinin tapılması vasitəsilə əsaslandırın və piramidanın bu maksimum həcminin bütün cəbri addımlarını ardıcıl yazmaqla hesablayın. Mən gəlin bir dənə şəkili özümüz üçün qıraqda belə çəkək, aydın görsənsin deyə. Və bunun daxilinə bir dənə piramida çəkmişəm. Deyil. Belə oldu. Düzdür, şəkildə veriliyib. Sadəcə mən çəkəcəm ki, daha aydın şəkildə görsənsin və daha başa düşük. Bu O nöqtəsidir. Elə deyil. O'dan piramidanın yuxarı hissəsinə qədər olan... Gəlin bunu qırmızı ilə göstərək. Daha aydın görsənsin. O'dan bilirik ki, kürənin mərkəzindən, kürənin ixtiyari xarici nöqtəsinə kimi olan məsafə ilə R-dir, radiusdur, R. Aşağıya qədər olan məsafə isə nədir? H-dır. Deməli, ümumi, baxın ki, yuxarısını verib S, qıraqlarını verib AB, elə deyil. Mən bilirəm ki, S-dən AB-yə kimi olan hündürlükdür, yəni H-dır. Yəni, burada bir dənə nədir? O nöqtəsi olsun. Yox, onu verib də. Tutan özümdən verim F nöqtəsi. SF bərabərdir nəyə? H-a.
Deməli, OF nə qədər imiş? OF H minus R imiş. Daha doğrusu böyük R-də. H çıxılsın R imiş. Buraya yazacağım. H çıxılsın R. Daha sonra piramidanın hündürlüyü onun tərəflərini yarı hissəyə böləcək. Yəni, bura bir A-dırsa, burada bir A düşəcək. Elə deyil? Və mərkəzdən A-ya kimi uzatsaq uzunluğu və burada olacaq radius R. Pifagor teoremi tətbiq edəcək üçbucaq AFO-da. Üçbucaq AFO-ya görə Pifagor teoremi tətbiq etsək, R-in kvadratı bərabərdir A-nın kvadratı üstə gəl H çıxaq R-in kvadratı. Bu da bərabərdir. A kvadratı üstə gəl H kvadratı üstə gəl R kvadratı çıxılsın 2HR. R kvadratları islah gedir. Əmələ gəlir ki, A kvadratı bərabər imiş 2HR çıx H kvadratı. Bunu əldə etdik biz. İndi mənə deyir ki, həcmin maksimum qiymətini tapın. Həcm V-dir. Bilirəm ki, V bərabərdir 3də 1 S oturacaq vur H hündürlük. S oturacaq nə qədərdir? Tərəfi 2A-dırsa kvadratdır da, sahəsini necə? 4A kvadrat. 3də 1 4A kvadratı vur H. Vur H. Məndə H hündürlüyün neçə santim olduğunu istəyir. Ona görə A kvadratın yerinə 2HR çıx H kvadratı yazacağım. Bu da bərabərdir 3də 1 4 2HR çıx H kvadratı vur H. Və bunun bilirəm ki, həcmin maksimum qiyməti törəməsinin 0 aldığı qiymətdir. Bu əsasında bunun törəməsini tapır 0-a bərabərləşdirməliyəm. H-ı vurduğum təqdirdə 3də 4, daha doğrusu 3də 8 H kvadratı R çıxılsın 3də 4 H kubu. Bunun törəməsini tapıb 0-a bərabərləşdirməliyəm. Bildiyim kimi nə istəyir? Hündürlüyü soruşduğuna görə hündürlüyə görə törəmə almalıyam. H kvadratı R-in törəməsi eləyir neçə? 16 böl 3 H R çıxılsın 4 H kvadratı bərabərdir 0. Və əmələ gəlir ki, 16 H R bərabər imiş 12 H kvadratına. H-lar ixtisar gedir. 16 R bərabərdir 12 H-a. Məndən nə istəyir? H-ın maksimum qiymətini istəyir. H maksimum bərabərdir 16 R 16 R böl 12. R-in qiyməti nə qədərdir? R-in qiyməti 6-dır. Yəni 96 böl 12 bu da edir 8. Deməli, H-ın maksimum qiyməti 8 imiş. Və 8 qiymətini aparıb həcmin yerinə qoysaq, oradan da həcmin düsturundan yazıb tapacaqsınız ki, həcm neçə imiş. Keçək 29-cu suala. 29-cu sualda deyir ki, deməli, parabola verib bizə. Parabolanın təpə nöqtəsini verib. Bizə deyir ki, OX oxunu əhatə edən qapalı sahə 32-yə bərabərdir. Fx funksiyasının tam düsturunu təyin edin. K-nın qiymətini tapın və funksiyanın qiymətlər çoxunu ardıcıl cəbri addımlarla müəyyən edin. Mən ilk növbədə funksiyanı təyin etməliyəm. Mən bilirəm ki, Fx bərabərdir. Təpə nöqtəsi olan düstur x çıx m-in kvadratı üstə gəl n-dir. Gəlin, burada m-in də qiymətini bilirəm də, m mənə mənfi 2 verir, belə deyil. Bərabərdir a vur x üstə gəl 2-nin kvadratı üstə gəl n. M-in düsturunu bilirəm. M bərabərdir mənfi b böl 2a-dır. M mənfi 2 olduğundan m, daha doğrusu mənfilər ixtisar gedir. B bərabərdir 4a ifadəsini əldə etmiş oluram. Elə deyil, b bərabərdir 4a ifadəsini təyin etmiş oluram. Gəlin, n-in də düsturuna təyin edək. M bərabərdir, bilirik ki, 4ac çıx b kvadratı böl 4a. S 0'da onsuz da. Çünki S, yəni gördüyümüz funksiya
y oxu ilə kəsişmir. Nəticədə s sıfıra bərabərdir. Əmələ gəlir ki, mənfi b kvadratı bölək 4a. B-nin yerinə 4a qoyacağım. Mənfi 16a kvadratı böl 4a. Mənfi 4a verir mənə, elə deyilmi? N də elə mənfi 4a-ya bərabərmiş. Aha, indi mənə qapalı səthin sahəsini soruşur. S bərabərdir. Fiqurun sahəsi integral. Sıfırdan, daha doğrusu mənfi 4-dən sıfıra kimi fx dx. Bu da bərabərdir. Funksiyam nədir? A vur x üstə gəl 2-nin kvadratı üstə gəl n. N-in yerinə mənfi 4a yazacağım. İntegral mənfi 4 0. A vur x üstə gəl 2-nin kvadratı üstə gəl n. N-in yerinə mənfi 4a. Çıx 4a. dx bərabərdir. A-nı mötərizə xaricinə çıxardacağım. Və belə bir mötərizə və burada da bir dənə integral. X üstə gəl 2-nin kvadratı çıx 4 dx. Yəni təbii ki, mənfi 4-dən 0-a. Bunu unutmuruq. Bərabərdir. Daxildəki integralın qiymətini hesablayaq. A vur integral, daha doğrusu birbaşa hesablayaq da, x kvadrat üstə gəl 4. Ya bir dəqiqə, integral mənfi 4 0. X kvadrat üstə gəl 4x üstə gəl 4 çıx 4 dx. Görsəndiyi kimi 4-lər islah getdi. Əmələ gəlir. A vurulsun x kubu böl 3 üstə gəl 2x kvadratı və təbii ki, bu neçədir? Mənfi 4-dən 0-a görə intervalın qiymətini hesablamalıyam. Bu da bərabərdir. Bir dəfə 0 yazacağım. Edəcək. A vur 0 çıxılsın. Bir dəfə də mənfi qiyməti yazacağım. Yəni A vurulsun mənfi 64 böl mənfi 64 böl 3 üstə gəlinsin 2 vur 16. Bu bərabər olacaq. Niyə? Sahəni verib 32. Çünki qapalı səthin sahəsini verib 32. Bax 32 verib mənə. 32-yə bərabər olduğundan buradan əmələ gəlir ki 0 çıx. Mənfi 64 mənfi A müsbət 64A böl 3 çıx 32 bərabərdir 32-yə. 64A böl 3 bərabərdir 64-ə. Yox, daha doğrusu dəqiqə. Gedir və əmələ gəlir ki, A bərabərdir 3-ə. Bildiyimiz kimi A-nın qiyməti, yəni funksiya parabola x oxunun, daha doğrusu y oxunun əksi istiqamətində yönəldiyinə görə, ona görə A sıfırdan kiçik olmalıdır. Bu qiyməti tapdıq, böyük bir şeydir bu. Deməli, A bərabərdir mənfi 3-ə. Çünki A sıfırdan kiçik olmalıdır, elə deyil. Yəni biz A-nı 3 tapmışıq, amma mənfi qiymətinə görə götürməliyik. Daha sonra isə bizdən nəyi soruşur? K-nın qiymətini tapın və funksiyanı təyin edin. K nədir? Mənfi 4A. Yəni 12. Deməli, K bərabərdir 12-yə. Yəni N də bizdə K yəni N-dir. O da eləyir 12 təpə nöqtəsi. Və funksiyada təyin istəyir. Fx bərabərdir. Ax kvadrat üstə gəl bx. A-nın qiyməti mənfi 3-dür. Mənfi 3x kvadratı üstə gəl b. B-nin də qiyməti neçədir? Mənfi 12. Yəni çıx 12x. Bəli, mən cavabı tapdım. İstəyən təyin. Düzbucaqlı ABC üçbucağında bucaq C 90 dərəcə, düzbucaq təpəsindən hipotenuza CD hündürlüyü çəkilmişdir. Katetləri ACB, BCA, hipotenuzu AB bərabərdir C və hündürlüyü CD bərabərdir HC qəbul edərək düzbucaqlı üçbucaqlar üçün fundamental olan metrik eyniliyi, yəni 1 böl HC kvadratı bərabər 1 böl A kvadratı 1 böl B kvadratı münasibətinin doğruluğunu sahə metodu və üçbucaqların oxşarlıq əlamətləri vasitəsilə addım-addım isbat edin. Bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Mənə deyir ki, C bərabərdir 90 dərəcə olsun. Tərəfləri də A, B verirəm. Bu isbat sualıdır.
Mənə deyir ki, AC bərabərdir B-yə, BC bərabərdir A-ya, AB də bərabərdir C-yə. Aha, olsun. CD də bərabərdir HC qəbul edək. Bu D nöqtəsidir, bu da HC olsun. Olsun. Dəqiq, bunu ləğv eləyib burada. Ümumi bura məsafə nədir? C-dir. Bu da bir D nöqtəsidir, bu da HC-dir. Demək, bu düsturu ispat etməliyik. Deməli, necə ispat verəcəyik? İlk növbədə mən deyə bilərəm ki, üçbucağın sahəsi onun daxilindəki üçbucaqların sahələri cəminə bərabərdir. Bunu deyə bilərəm, elə deyil. Və yaxud da deyə bilərəm ki, ümumi üçbucaq SABC bərabərdir 2-də 1 oturacaq vur hündürlük. Bu da bərabərdir 2-də 1 vur. Oturacaq nə qədərdir? C. Hündürlük nə qədərdir? HC. Daha sonra mən bilirəm ki, SABC nəyə bərabərdir? Düz bucaqlı üçbucaq. 2-də 1 A vuraq B. Deməli, bunları bir-birinə bərabərləşdirə bilərəm. Deməli, 2-də 1 HC vur C bərabərdir 2-də 1 AB. 2-də 1-lər ixtisar getdi. Mənə gəldi ki, HC bərabərdir AB bölək C. Aha. Daha sonra buradan necə keçid edəcəyik? HC bərabərdir AB bölək C-dən, burada qıraqda yazıram, kvadratı yüksəldirəm. HC-nin kvadratı bərabərdir A kvadratı B kvadratı bölünsün C kvadratı. Pifagor teoreminə əsasən, yazıram burada, Pifagor teoreminə əsasən A kvadratı üstə gəl B kvadratı bərabərdir C kvadratına. Yəni, A kvadratı B kvadratı bölünsün, C kvadratını yeni yazıram, A kvadratı üstə gəl B kvadratı. Əgər mən ifadəni tərsinə çevirsəm, yəni 1 böl HC-nin kvadratı bərabər olacaq A kvadratı üstə gəl B kvadratı bölünsün A kvadratı B kvadratı. Hissə bölsəm 1 böl B kvadratı üstə gəl 1 böl A kvadratı alacaq. Bəli, ispat edildi. Həqiqətən də 1 böl HC kvadratı bərabərdir 1 böl B kvadratı gəl 1 böl A kvadratı. İsbatını verdik. Təşəkkür edirəm ki, məni dinlədiniz. Bu sınağın boş, yəni həll edilməmiş versiyasında videonun linkin altında qeyd edəcəm. Ora daxil olaraq siz sınağı özünüz sərbəst şəkildə işləyə bilərsiniz. Təşəkkür edirəm.